Hıçqırma, reflüks ezofagit, yanma hisslərindən çox insanlar tanışdılar. Bəzən yeməkdən öncə, bəzən yeməkdən sonra olur. Bir də udlağın qıcıqlanması, sanki nə qida yedim, buradan keçmir şəkildə şikayətlər var. Və bəzən də öskürəyin amma səbəbi heç bir ağciyər xəstəliyinə əlaqəsi olmayan bir öskürəkdir. Bu zaman reflüks ezofagit axtarılır. Əgər diaqnoz təsdiqini tapırsa, turşuluğu neytrallaşdıran, antasid təsirə malik olan dərmanlarla deyil, dərman bitkilərindən də istifadə etmək olar. Ona görə də həzm sistemi xəstəliklərində nəinki müalicədə bitki, həmçində dietoterapiya önəmlidir. Əgər yanaşı olaraq öd yollarında diskineziya da varsa, bu zaman kompleks şəkildə müalicə aparılmalıdır. Qaraciyəri qoruyan, həmçinin öd yollarının funksiyasını yaxşılaşdıran bir sıra bitkilər var. Amma əgər kimdəsə mədə xorası və yaxud da mədədə turşuluq çoxdursa, onları eyni vaxtda istifadə etmək olmaz. Məsləhət görərdim ki, fitoterapiya ilə həzm sistemi xəstəliklərini müalicə etdirməkdən ötürü həkim mütəxəssisə müraciət etmək lazımdır. Doğru diaqnoz və ziyansız müalicə üçün bizi seçə bilərsiniz.